Nəml surəsi 82-ci ayə. Bismillahirrahmanirrahim. Onlara deyilən söz yerinə yetdiyi, yəni qiyamət yaxınlaşdığı zaman, onlar üçün yerdən bir heyvan çıxardarıq ki, onlarla danışıb, bizim adımızdan insanlar ayələrimizə inanmırdılar, deyər. Nəml surəsi 82-ci ayə bizə, qiyamətə yaxın yerdən qeyri-adi bir məxluqun çıxarılacağını xəbər verir. O, insanlar arasında böyük qorxuya səbəb olacaq və inanmayanlara yaxınlaşıb, ayədə qeyd olunan cümlə ilə müraciət edəcək. İnsanlar onun qorxusundan qaçacaqlar, ancaq dabbədən qurtulmaq çətin olacaq. Dabbətul ərdin forması haqqında nə Qur'anda, nə də hədislərdə dəqiq bir məlumat yoxdur. Buna görə onun necə bir məxluq olacağı alimlər arasında ixtilaflıdır. Bəzi səhih hədislərə əsasən alimlər deyir ki, Dabbətul ərd qiyamətə yaxın yerdən çıxacaq qeyri-adi bir varlıqdır. İnsanlarla danışacaq, möminlərə zərər verməyəcək, kafirlər üçünsə böyük bir fəlakət olacaq. Bir müddət heç kəs o məxluqa zərər verə bilməyəcək, onu tutmaq istəyən çata bilməyəcək, ondan qaçan qurtulmayacaq. Hətta insan ondan namazla qurtulmaq istəyəcək, onun yanına gəlib, indimi namaz qılırsan, deyərək, üzünə damğa vuracaq. Həmin vaxtlarda möminlə kafir tam olaraq ayırt ediləcək. Əbu Davudda keçən bir hədisdə Rasulullah Dabbətul ərddən bəhs edərək belə buyurdular. Onun 3 ayrı zühuru olacaq. Birincisi, səhrada peyda olacaq və adı Məkkədə bilinməyəcək. Sonra uzun müddət gizlənəcək. Sonra ikinci dəfə peyda olacaq. Adı müxtəlif yerlərdə, o cümlədən Məkkədə eşidiləcək. Sonra insanlar Məscidül Həramda olarkən, Dabbətul ərd başındakı tozu silkələyərək, Məqamul İbrahimin yaxınlığında yerdən nərə çəkərək çıxacaq. İnsanlar ondan qorxaraq sağa və sola qaçışacaqlar. Buxaridə, Müslimdə, İbn Macədə, Tirmizidə keçən başqa bir səhih hədisdə isə Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm Dabbətul ərddən bəhs edərək belə buyurdular. Günəş qərbdən doğacaq və dabbə gün işığında qəfildən peyda olacaq. Bu əlamətlərdən hansı əvvəl baş versə, digəri çox qısa müddətdə onun ardınca zühur edəcək. Bəhs etdiyimiz qeyri-adi məxluq insanlar pozğunlaşdıqda, Allahın əmrlərini və həqiqi İslam dinini tərk etdikdə, qiyamət əlaməti olaraq peyda olacaq. Abdullah ibn Əmir radiyallahu anhu deyir, mən Allah Rasulundan bir hədisi əzbərlədim və onu heç vaxt unutmadım. Qiyamət gününün ilk əlamətləri günəşin qərbdən doğması və yerin altından qəribə məxluqun günorta vaxtı çıxmasıdır. Bunlardan hansı birinci yaşansa, digəri dərhal ardınca gələcək. Bəzi rəvayətlərdə dabbənin bir əlində Həzrəti Süleymanın möhrünün olacağı, digərində isə Həzrəti Musanın əsasının olacağı qeyd olunub. Birincisi ilə kafirlərin alnını möhürləyəcəyi, digəri ilə isə möminlərin üzünü ağardacağı vurğulanıb. Doğrusunu Allah bilir. Ən dəqiq bilinənsə Quran ayəsi ilə belə bir qəribə məxluqun qiyamətin bir addımlığında yerin altından çıxmasıdır. O, insanların ən azğınlaşdığı, əxlaqın dürüstlüyün qalmadığı, imanı çıraqla axtarıldığı dövrdə çıxacaq. Həmin dövrdə dünyada fitnə fəsad baş alıb gedəcək. İmanı saxlamaq, əldə qızğın köz tutmaq qədər çətin olacaq. İnsanların əksəriyyəti əyləncəyə və zərərli işlərə qapılıb, imanı, axirəti və ölümü unudacaq. Belə bir vaxtda yerdən qeyri-adi canlı çıxaraq insanlara xəbərdarlıq edəcək. Onlara yaxınlaşıb artıq bir çox şey üçün gec olduğunu fərqli bir dillə başa salacaq. Onu görənlərin imanı daha da güclənəcək. Çünki dabbənin Allahdan gələn bir işarə olduğu açıqca bilinəcək. Bütün bunlar böyük qiyamət əlamətlərinin ard-arda çıxmağa başladığı vaxtda olacaq.